Prodüser və aparıcı Tarix Əliyev verilişinə dəvət etdiyi müğənni Elnar Xəlilovla canlı efirdə gözlənilməz gərginlik yaşayıb. İki sahilin məlumatına görə proqram zamanı ikili arasında söz atışması baş verib. Məlumata görə gərginliyə səbəb Elnar Xəlilovun efirə dəvət olmazdan əvvəl proqram əməkdaşına söylədiyi ifadələr olub. Bu sözlər Tolikin narazılığına səbəb olub və o efirdə açıq şəkildə reaksiyasını bildirib. Hadisə zamanı studiyada gərgin anlar yaşanıb, qarşılıqlı iradlar səsləndirilib. Elnar isə öz mövqeyini müdafiə etməyə çalışır. Hazırda həmin gərgin kadrlar sosial şəbəkələrdə geniş müzakirə olunur. Sen ben bu verişime gelmişti ve sen anlattın ki Tolik'ten orada aramızda nasıl olmayacak ki ben Tolik'im kardeş. Senin kanal ben kesebilirim sen. Niye? Sen benim yanımda. Dinlemen özde medeniyet. Kardeşim ben medeniyim senden ve bu medeniyeti senden çok töhfələrim olub. Tarix Bey. Ben cənab prezidentin imzasıyla tədbirlər təşkil etmişim ki sen o iş yanından gəlib keçə bilməmsin. Və sen benim qonağımsın sen burada moderatorluq edə bilməzsən. Hər öz həddini bilməlidir bu şey. Sen yaşta da məndən balacasan, yaşta da məndən balacasan. Bak, mən 47 yaşım. Sen burada özümü kütleye de çok büyük bir sənətkar vurmaq. Ben bir tane benim cümlemi İki dəfə səni toylar demişəm, bir dəfə. İki dəfə toy demişəm sənə. Vurmamışam səni. Bayağı uzun ne sen təşkil edildiğin dənişlərdə olmuşam. Məni ev yəsi çağırıb, heç çağırmamışam. Kardeş vurmamışam.